9 yaşında onunla birlikte olduğu diyen bir tefekkür, bir din, bir hadis anlayışı olabilir mi? Çıxıb miri nədir o şeye? Bir dənə kanala. Aparıcı da deyir, buxar eləyə bilmir. Deyə bilmir adı, sonra deyir ki, o kitabda buxar öz rəyi yazır. Heç adını deyəmir, sonra deyir ki, bir də rəyi yazır. Məsələn, heç kitabda xəbərin yox. Nə rəyi var? Hədis kitabda rəyi olmur. Gör nə gündədir. Oradan da o birisi deyir ki, ha, düz deyirsən. De, Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşə radiyallahu anh evləndi 9 yaşında. Fikirləsən nəyi gətirir, hansı məsələni? O məsələni gətirir ki, bizim cəmaat işləyir də. Yəni, Rusiyada publika işləyir. Cəmaat görür, nəyi qəbul eləməz, onu gətirir. Hiləgərdir. Təsəvvürlə, o vaxtın urfun gətirir, o vaxtın adəti. Hansı ki, o vaxtı o şey adi bir şeydir. Məryəm Yusuf Nəccarla, İsa'nın anası. Yusuf Nəccara gedəndə Məryəmin 12 yaşı var idi, Yusuf Nəccarın 94. Yəni, o vaxtı bu şey adi idi. Adi idi. O vaxt urf belə idi. Nəyin ki, o vaxtı, bir 100 il, 150 il bundan qabaq bizim nənələr, babalar tez evlənirdilər. Hətta nəyin ki, bizdə, müsəlmanlarda, başqa dinlərdə də tez evlənirdilər, Avropada və s. Tez evlənirdilər. Burada bir şey yoxdur. Sadəcə insanlar uzaqdır o bilgilərdən, insanlara belə təqdim edirlər ki, bu nədir? Hətta İbn-i Şam'ı ittiham edir. İbn-i Şam Rahimahullah'ı, böyük alimi. Peyğəmbər sallallahu aleyhi ve sellem bəli evlənib. Birinci Ayşə radiyallahu anh yetim deyildi. Qalmışdı kimsəsiz. Şərəfli bir ailədən idi. Atası Abu Bakr. Anası da var idi. Əgər də eyb olsaydı, hələ Yahudilər, Nəsranilər, münafiqlər dolu idi. Qaldırlardılar bu məsələni. Bu nədir? Belə. Heç kəs heç nə demədi. Çünki o vaxtı bu adi bir şey idi. Görürsən, zındıqlara gətirirlər qəsdən. Gətirirlər cəmaatı, beynin oynatırlar ki, buna bax. Bəli, indi eləməyərik. Çünki biz bu saat artıq urfda, başqa bir urfda yaşayırıq. Yəni, başqa bir yanaşmada yaşayırıq. O vaxtki yanaşması başqa idi, bu vaxtın yanaşması başqa. Aydın qardaşlar. Lakin onlar təqdim eləməyin məqsəd nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem ittiham eləməkdir. Pis göstərməkdir.